Sözün açığı ilk təcrübəm çox qısa idi. Nə pis, amma ikinci çox genişdi. Nə yaxşı. Gülümsədi və macəranı danışmağa başladı. Günortadan biraz keçmişdi. Mən iş yerimi tərk edib yarı-tikili olan evlərimizdən birinə baş çəkmək qərarına gəldim. 2 mərtəbəli bir ev idi. Maşınla dolu olan bir neçə yolu geridə qoyub şəhərin ən boş prospektlərindən birinə daxil oldum. Surətim normal idi. Nə həddindən artıq idi, nə də çox yavaş. Yolun kənarında sağ tərəfdə uşaqlar üçün nəzərdə tutulan bir park var idi. Parka çatdığım zaman özümdən asılı olmayaraq park diqqətimi cəlb elədi. Bir neçə uşağın sevincli halda orada oynadıqlarının şahidi oldum. Bilirsiniz, uşaqların sevinc dolu səs və simaları daim məni cəlb eləyib. Məncə uşaqlar müxtəlif rənglərdə olan qönçələrə bənzəyirlər. Qırmızı, sarı, bənövşəyi, ağ və s. Çox uzaqlaşmayım. Təəssüf ki, fikrim uşaqlara yönəldi və bir anlıq diqqətim yoldan yayındı. Gözümü parkdan çəkib yola baxdığım zaman sükut elədi. Başını narahatlıqla tərpədib dedi. O səhnə hər dəfə yadıma düşəndə bədənim tir-tir əsir. Yola baxdığım zaman çəhrayı bir qönçə gördüm. Düz maşınımın önündə idi. Balaca qız parka tərəf qaçmaqda idi. Maşınımla onun arasındakı məsafə çox deyildi. Bu halda qızın yolu salamat keçməsi mümkün deyildi. Ya Allah! Ayağımı əyləcə qoydum. Əyləc işə düşənə və maşın dayanana qədər müəyyən bir məsafəni qət elədim. Yəni, maşınla onu vurdunuz. Həmin an ümumiyyətlə heç nə anlamadım. Birdən-birə gözlərimin önünə ağ pərdə düşdü. Mən maşının onunla toqquşmasını görmədim. Hətta səsini belə eşitmədim. Bildiyim tək şey hər şeyin artıq bitməsi idi. Son cümləni asta səslə bildirdi. Soruşdum. Maşın dayandı və halım o qədər pis idi ki, düşmənə taqətim qalmamışdı və ayağım şil olmuşdu. Mən o ana qədər nəinki uşaq, heç sərçəni belə incitməmişdim. Xülasə, özümə gəldikdən sonra başıma döyə-döyə maşından endim. İlk olaraq maşının önünə qaçdım. Uşağın ön tərəfi atıldığına ehtimal vermişdim. Lakin orada uşaqlardan heç bir əsər əlamət yox idi. Ürəyimdə vay, yəqin ki, maşının altında qalıb deyə düşündüm. Dizimi yerə qoyub maşının altına baxdım. Orada da heç bir əsər əlamət yox idi. Qorxu ilə maşının arxa tərəfinə getdim. Orada da heç nə yox idi. Ən son maşının sağ tərəfinə baxdım və o tərəfə düşdüyünü gördünüz. Düşməmişdi. Məsələ elə burasındadır. Oturmuşdu. Düz arxa qapı tərəfdə asfaltın üzərində oturmuşdu. Diri və salamat. Mənim cılız beynim onun necə diri qaldığını dərk edə bilmirdi. Məntiqə sığmırdı. Məntiqlə ya maşının önündə olmalı idi, ya da altında. Hər bir halda onun sağ qalması mənim üçün bir tapmacaya çevrilmişdi. Bildiyim tək şey nəsə qeyri-adi bir halın baş verdiyi idi. Onu diri gördüyüm an hədsiz dərəcədə sevindim. Qucağıma alıb dəfələrlə öpdüm. Əlindən tutub parka qədər ötürdüm. Bir qədər də pul verib özünə bir şey almasını xahiş elədim. Ondan ayrılıb maşına tərəf geri döndüm və hərəkətimə davam elədim. Yarı-tikili evə tərəf. Öncəliklə evə getmək qərarına gəldim. Çünki məlum hadisədən sonra özümü yaxşı hiss eləmirdim. Hələ də bədənim əsirdi. Amma binaya getməyimin mənim üçün daha uyğun olduğunu düşündüm. Deməli, binaya tərəf yollandınız. Bəli, binaya çatdığım zaman bənnalar və işçilər birinci mərtəbədə idilər. İşlərinə fasilə vermiş və yemək yeyirdilər. Hallarını soruşub 3-cü mərtəbəyə getdim. Bunu da deyim ki, binanın önünə dəmir sütunlar vurulmuşdu. Yəqin ki, o sütunları evin ön hissəsini işləmək üçün vurmuşdular. Evin bayır hissəsi daşdan hazırlanacaqdı, ya kərpicdən? Yenə də mənasız suallarımdan biri. Bunun mənim müsahibəmin mövzusuna nə adiyyəti var idi axı? Daşdan. Mən 3-cü mərtəbədə bir müddət qalıb ətrafa göz gəzdirdim. Dəmir dirəklərin arasına taxta parçaları qoymuşdular. Onların üzərinə çıxıb işi daha yaxından yoxlamaq qərarına gəldim. Deməli, o taxtalardan biri təzə, digəri isə köhnə idi. Mən köhnə taxtanın üzərinə çıxdım və yavaş-yavaş ona tərəf irəlilədim. Taxtanın sınıq olduğunu bilmirdim. Əslində tamamilə sınmamışdı. Sadəcə olaraq altdan çatlamışdı. Hər bir halda mənim yaşda birinin çəkisinə dözmə qabiliyyətinə sahib deyildi. Bəs niyə o taxtadan hələ də istifadə edirdilər? Çünki ustalar onun üzərinə öz avadanlıqlarını qoyurdular. Mən işləri yoxlaya-yoxlaya irəliləyirdim.
Bilmirəm niyə, amma bir anlıq dayanıb gözlərimi səmaya zillədim. Bəlkə də mənə ilham olundu. Səmaya baxdığım zaman iki kiçik varlığın mənə tərəf gəldiyinin şahidi oldum. İki parıldayan məxluq, çox sürətlə, yaxınlaşmalarından asılı olmayaraq ölçüləri dəyişmirdi. Bildiyiniz kimi əslində onlar yaxınlaşdıqca böyüməli idilər. Bəli, bu bəllidir. Amma dediyim iki mövcud belə deyildi. Onların ölçülərində heç bir dəyişiklik baş vermədi. Onlar hansı formada idilər? 30 yaşlı insan formasında, amma əl futbolunda olan fiqurlardan daha kiçik. Onun bu sözlərinə inanmaq üçün üz cizgilərinə daha diqqətlə baxdım. Bu an dedi: "Üzümdə nə axtarırsınız? Sizdə əminlik yaradacaq hər hansı bir şeymi? Mən sizi anlayıram. Mənə inanmaq istəyirsiniz. Lakin bu sizin üçün çox çətindir. Çox təəssüf ki, mənim əlimdən bir şey gəlmir." Davam edək. Yox, ilk olaraq bir daha xatırlatmaq istəyirəm. Bu xatırlatmamı müsahibənin sonuna qədər unutmamağınızı rica edirəm. Mənim hekayəmi sizə zorla qəbul etdirmək fikrim yoxdur. Mən sadəcə onu sizə danışıram. Problem deyil, davam edin. Deməli, anladığım qədərilə bu iki mövcud çox şəffaf şüşədən hazırlanmışdılar. Onlar şüşədən idilər, şüşədən deyildilər. Bədənləri çox parıltılı və şəffaf idi. Şüşəyə bənzəyirdilər. Onlar havada mənimlə üzbəüz dayanmışdılar. Mənə baxıb mehribanlıqla gülümsədilər. Onların üzü mənə çox tanış gəlirdi. Sanki uzun illər boyu bərabər yaşamışıq. Nəsə danışmamışdılar. Bir neçə dəqiqə mənimlə danışdılar, amma nə dediklərini anlamadım. Niyə anlamadınız? Çünki danışıq tərzləri adi formada deyildi. Söz əvəzinə ağızlarından ürək oxşayan səslər çıxırdı. Bir növ musiqi, səmavi və müqəddəs musiqi. Səmavi musiqi necə olur? Bənzərsiz, insanı ofsunlayır, izah olunmazdır. Mən heyrət içində gözlərimi o ikisinə dikmişdim. Biraz keçdikdən sonra gəldikləri surətlə məndən uzaqlaşdılar. Göyə qalxdılar. Bəli, getdikdən sonra barələrində nə düşündünüz? Bu halı necə dəyərləndirirsiniz? Barələrində heç nə düşünmədim. Hətta özünüzdən onların kim və ya nə olduqları barədə də soruşmadınız. Sizdən nə istədikləri, niyə gəldikləri və niyə getdikləri də sizə maraqlı deyildi. Ümumiyyətlə, bu görüntülərin real, yoxsa xəyal qüvvənizin irəli gəldiyi barədə də nə düşünürsünüz? Bilirsiniz, mənim düşünməyimə vaxtım belə olmadı. Çünki onlar gedən kimi ayağımın altındakı taxtanın sınma səsini eşitdim. Ardınca ayağımın altı boşaldı. Yerə düşdünüz. Təxminən 1 metr aşağıya düşdüm. Amma gözlənilmədən elə həmin yerdə havada asılı qaldım. Sözün açığı bədənim məndən ayrıldı və aşağıya düşdü. Sanki o vaxta qədər əynimdə poladdan olan bir palto var imiş. Doğrudan da bu cür idi. Sanki əynimdə poladdan olan ağır bir palto var imiş və birdən-birə əynimdən yerə düşdü. Onun düşməyi ilə çox yüngül, yox, tamamilə çəkisiz oldum. İllər boyu özümlə daşıdığım ağırlıqdan xilas olmuşdum. Çox ləzzətli bir hal idi. Təcrübə eləməyən bu ləzzəti başa düşməz. Siz bədəninizin yerə düşməsinin şahidi oldunuzmu? Bəli, bədənim qum təpəsinin üstünə, daha sonra sürüşərək yerə düşdü. Belə çıxır ki, siz heç bir ağrı hiss eləmədiniz. Əminliklə, nə ağrı hiss elədim, nə də qorxu hiss keçirdim. Havada asılı qalan ikinci bədəninizi gördünüzmü? Bəli, bədənimi, daha doğrusu eterik bədənimi tamamilə görürdüm. Özü də tam formada, yəni bütün hissələrini görürdüm. Eterik bədəniniz hansı formada idi? Elə özüm kimi, amma daha şəffaf, yüngül və incə. Yəqin ki, bilirsiniz, eterik bədəndən məqsəd ruhum deyil. Bilirəm. Oxucularınız da bilirmi? Yəqin ki, bəziləri məlumatlıdır, bəziləri yox. Hər bir halda siz bu barədə onları məlumatlandırmaqla lütf eləyin. İzah eləməyə başladı. Eterik bədən xüsusi bir bədəndir. Nə tamamilə maddi və dünyəvidir, nə də tamamilə mücərrəd və qeyri-maddidir. Bu ikisinin arasında olan bir şey idi. Deməli, hər insanın bir maddi, bir yarı maddi bədəni var. Bir də bunlardan əlavə ruha sahibdir. Maddi bədənimizi hamı tanıyır. Hal-hazırda hamının sahib olduğu bədəndir. Yarı maddi və eterik bədən sanki ruhun örtüyü mislindədir. Başqa sözlə desək, ruh bu bədənin içində yerləşir. Ölüm zamanı maddi bədənimiz ruhdan ayrılsa da, yarı maddi bədənimiz ruhla qalır. İnsana oxşayan da elə bu eterik bədənimizdir. Məncə mövzunu yetərincə açdım. Bəli, məncə həll oldu.
Cənab mühəndis, hələ də mənim üçün qaranlıq qalan bir məqam var. Siz dediniz ki, eterik bədəniniz bütün hissələrini görə bilirdi. Bu necə baş verirdi? Mən bunu anlamıram. Zəhmət olmasa bunu mənə başa salmağa çalışın. O halda üzünüzü necə görməyə bacardınız? Məsələn, təxminən belə bir şey idimi ki, üçüncü bir bədəniniz olsun və üçüncü bədənimin baxış bucağından öz bədənimə baxırmışam kimi? Bəli, sanki üçüncü bir bədəninizin prizmasından əsir olmuş bədəninizə baxırmış kimi. Xeyr, buna bənzəmirdi. Mən bu sualın cavabını layiqincə verə bilməyəcəyəm. Çünki yer üzündə olan məsələləri nümunə gətirərək onu başa salmaq mümkün deyil. Biz bu dünyada bədənimizin yalnız bir hissəsini görə bilirik. Bədənimizin bütün hissəsini görə bilmirik. Məsələn, üzümüzü görə bilmirik. Güzgüdən istifadə etmək istisna olmaqla. Bəli, amma ruhani aləmdə bacarıqlarımız fərqlənir. Eterik bədənimiz həm ətrafını, həm də bütün bədən üzvlərini görməyi bacarır. Bu mövzunun bir neçə cümlə ilə bitirmək istəyirəm. Mən öz eterik bədənimin üzünü görə bilirdim. Bunun necə baş verdiyini diqqətlə izah eləyə bilməyəcəyəm. Doğrudan da görürdüm. Hazırda əl və ayaqlarımı gördüyüm kimi. Almaq istədiyim cavabı almadım. Amma bir tərəfdən də bu mövzunu uzatmaq istəmirdim. Əyninizdə paltar var idimi? İlk anlarda əynimdə paltarın olub-olmadığını anlamasam da, biraz keçdikdən sonra çılpaq olmadığımın fərqinə vardım. Çox şəffaf və nazik bir paltarım var idi. Çox çətinliklə görmək mümkün idi. Nə rəngdə idi? Başdan başa gümüşü. Çox parıltılı və gümüşü. Materialı nədən idi? Necə? Paltarınızın materialı nədən idi? Məncə elə eterik bədənimin materialından. Yeni bədən quruluşunuz sizi nə qədər təəccübləndirmişdi? Qollarını sinəsində çarpazlayıb dedi. Təəccüb etmədim. Yəni bu mümkündür. Bir anlıq sükutdan sonra dedi. Siz yəqin ki, dəfələrlə yuxu görmüsünüz. Yuxuda olarkən qeyri-adi səhnələrin şahidi olsanız da, elə də təəccüblənməmisiniz, düzdür? Bəli, mən də eynən o cür idim. Yuxu gördüyümü demirəm, amma təəccüblənməmişdim. Yuxuda olduğu kimi. Öldüyünüzdən tamamilə əmin idinizmi? Hadisə nəticəsində bədənimdən çıxdığımdan xəbərdar idim. Yerdə olan bədənin mənə məxsus olduğunu da bilirdim. Onun mənim işdən düşən və torpaqdan əmələ gələn, göydə asılı vəziyyətdə olanın isə mənim üstün və diri olan bədənim olduğu barədə məlumatlı idim. Torpaqdan yaranmış bədəninizə rəğbətiniz var idi? Xeyr, o mənim üçün sadəcə olaraq çirkin, pis qoxulu, ağır və ürək bulandıran bir şey idi. Bütün bunlara baxmayaraq, aqibəti mənim üçün çox maraqlı idi. Elə mənə də maraqlıdır. O zaman dinləyin.